Salam, mən Daşqınaz Güzəlov. Bu gün sizə maliyyə hesabatlığı fənnindən mühasibat balansı haqqında məlumat verəcəyəm. Mövzumuz 3 sualdan ibarətdir. Birinci sualımız mühasibat balansının mahiyyəti və əhəmiyyəti. İkinci sualımız balansın daxili qarşılıqlı əlaqəsi. Üçüncü sualımız mühasibat balansının növləri və formalarıdır. Balans maliyyə hesabatının aşağıdakı 3 mühüm elementi haqqında miqdar informasiyalarını ümumiləşdirir və əks etdirir. Aktivlər, öhdəliklər və kapital. Balansda təsərrüfat vəsaitləri, növləri, tərkibi və istehsal prosesindəki funksional roluna görə eyni zamanda öhdəliklər və kapital formalaşması və məqsədli təyinatı üzrə təcəssüm etdirilir. Qeyd etmək lazımdır ki, balansda qruplaşma və ümumiləşdirmə həm ötən ilin, həm də hesabat ilinin əvvəlinə və axırına verilir. Belə bir qruplaşdırma və ümumiləşdirmə balansın mahiyyətinin dərk olunması sərhədlərini genişləndirir və eyni zamanda iqtisadi subyektin mallar, iş və xidmətlər bazarında maliyyə sabitliyinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Mühasibat balansının mahiyyəti onun təyinatında təzahür edir. Balans, mühasibat uçotu metodunun tərkib hissəsi olub, onun bir elementidir. Mühasibat balansı dövrü və illik maliyyə hesabatının formalarından biridir. Aktiv və kapital öhdəliklərin müasir məzmunu, informasiyaları onun istifadəçilərinə hər şeydən əvvəl kənar istifadəçilərə ötürülməsinə istinad edir. Məhz bu amilə görə balans maddələri özünün çox yüksək analitikliyi ilə seçilir. Daha konkret desək, müasir balans debitor və kreditor borclarının vəziyyətini, xüsusi kapitalın, cari xərclər yaxud təşkilatın mənfəəti hesabına yaradılan ehtiyatların müxtəlif növlərinin mahiyyətini açıqlayır. Əslində mühasibat balansı informasiyalar mənbəyidir. Bu informasiyalar əsasında iqtisadi subyektin maliyyə təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək heç bir çətinlik yaratmır. Buna görə də mühasibat hesabatı formaları içərisində balans birinci yer tutur. Onun göstəricilərini mühasibat hesabatının digər formalarının göstəriciləri ilə əlaqələndirmək mümkündür. Balansda verilən informasiyaları dərk etmək üçün təkcə onun strukturu haqqında deyil, eyni zamanda müxtəlif göstəricilərinin məntiqi və spesifik qarşılıqlı əlaqələrini bilmək çox vacibdir. Balansın daxili qarşılıqlı əlaqəsi aşağıdakılardan ibarətdir. Birinci, balansın aktivinin bütün bölmələrinin məbləği kapital və öhdəliklərin bütün bölmələrinin məbləğinə hökmən bərabər olmalıdır. Belə bir bərabərlik balansın özünün mahiyyətindən irəli gəlir. Xüsusi kapitalın ölçüsü dövriyyədən kənar aktivlərin kəmiyyətini üstəməlidir. Təşkilatın normal fəaliyyəti şəraitində dövriyyədən kənar aktivlərin kəmiyyəti borc vəsaitlərinin məbləğindən çox olmalıdır. Balansın quruluşu onun çox yüksək dərəcədə analitikliyini nümayiş etdirir. Mühasibat balansı aşağıdakı tələblərə cavab verməlidir. Birinci, balansın düzgünlüyü, yəni etibarlılığı. Hesabat dövrü ərzində təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktlarını əks etdirən, bütün sənədlər üzrə aparılan yazılışlar əsasında tərtib olunan balans düzgün tərtib olunmuş hesab edilir. Balans göstəricilərinin sənədlərlə əsaslandırılması. Balansın düzgünlüyü sənədlərin tamlığı və keyfiyyəti ilə müəyyənləşdirilir. Əgər hesabat dövrünün təsərrüfat fəaliyyətinin faktları vaxtında sənədlərlə rəsmiləşdirilməmişdirsə, onda balans təşkilatın işinin həqiqi yekunlarını əks etdirə bilməz. Balansın hesablarda mühasibat yazılışları vasitəsilə əsaslandırılması. Balansın düzgünlüyünün ən vacib şərtlərindən biri onun tərtib edilməsindən əvvəl analitik və sintetik uçot hesabları üzrə yazılışların üzləşdirilməsi hesab olunur. Balansın
mühasibat hesablamaları ilə əsaslandırılması. Mühasibat hesablamaları dəqiq aparılan balans daha düzgün sayılır. Balansın inventarlaşma ilə əsaslandırılması. Növbəti, balansın reallığı. Balansın reallığı dedikdə, onun maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu başa düşülür. Balansın vahidliyi. Vahidlik dedikdə, balansın vahid prinsiplər və qiymətlər əsasında qurulması başa düşülür. Balansın varisliyi. Bu prinsipə görə hər bir sonraki balans özündən əvvəlki balansdan irəli gəlməlidir. Balansın aşkarlığı. Balansın aşkarlığı dedikdə, onun tərtib edənlər və oxuyan bütün şəxslər üçün anlaşıqlı olması başa düşülür. Mühasibat balansı illik maliyyə hesabatının tərkibinə daxil olan hesabat formasıdır. Balansın başlıca fərqləndirici xüsusiyyətinə görə onun formaları və təqdim edilmə qaydaları maliyyə hesabatlarının təqdimatı üzrə kommersiya təşkilatları üçün bir nömrəli Milli Mühasibat Uçotu standartları vasitəsilə tənzimləyir. Bu standart Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 18 aprel tarixli əmri ilə təsdiqlənmişdir. Mühasibat uçotunun mövcud nəzəriyyəsində və praktikasında mühasibat balanslarının çoxsaylı növlərinə təsadüf olunur. Onlar məqsədlərinə və tərkibinə görə bir-birindən fərqlənir. Bu zaman mühasibat balanslarının təsnifatını aşağıdakı əlamətlər təşkil edir. Birinci, balansın tərtib olunma mənbələrinə görə. İkinci, mülkiyyət formalarına görə. Ümumiləşdirmə dərəcəsinə görə. Tərtib edilmə vaxtına görə. Təqdim etmənin dövrlüyünə görə. Yenidən təşkil prosedurlarının növlərinə görə. Quruluş formasına görə. Tənzimlənmə dərəcəsinə görə. İqtisadi fəaliyyətin növlərinə görə. Xalq təsərrüfatı sahələrinə görə. Tərtib edilmə üsuluna görə. Balans nəzəriyyəsinə görə. Tərtib olunma mənbələrinə görə balanslar aşağıdakı kimi fərqləndirilir. Kitab balansı, baş balans və inventar balansı. Kitab balansı baş kitabın hesablarının qalıqları əsasında cari uçot məlumatları vasitəsilə tərtib olunur. Baş balanslar inventarlaşma materialları ilə təsdiq edildiyi zaman tərtib olunur. İnventar balansları müxtəlif aktivlərin və öhdəliklərin siyahı məlumatları əsasında tərtib edilir. Mülkiyyət formaları üzrə balanslar aşağıdakı kimi fərqləndirilir. Birinci, dövlət müəssisələrinin balansları. İkinci, bələdiyyə təşkilatlarının balansları. Üçüncü, xüsusi mülkiyyət müəssisələrinin balansları. Dördüncü, qarışıq mülkiyyət formasının balansları. Beşinci, ictimai təşkilatların balansları. Mülkiyyət forması müəssisənin hüquqi və iqtisadi əsaslarını müəyyən edən vacib amildir və bu amil birbaşa onun mühasibat uçotu və balans tərtibinə təsir edir. Müəssisələr fərqli mülkiyyətə məxsus olduqları üçün onların maliyyə vəsaitlərinin formalaşması mənbələri, aktivlərin tərkibi, öhdəliklərin strukturu və maliyyə hesabatı vermə qaydaları da bir-birindən fərqlənir. Müəssisənin balansı onun maliyyə vəziyyətini əks etdirən əsas sənəddir və bu balansın quruluşu onun kimə məxsus olduğuna görə dəyişə bilər. Dövlətə məxsus müəssisələrdə aktivlər əsasən dövlət büdcəsindən vəsait ayrılması hesabına formalaşır. Bu səbəbdən onların balansında dövlət əmlakı kimi qeyd olunan əsas vəsaitlər mühüm yer tutur. Bu müəssisələrdə gəlirlərin istifadəsi ciddi nəzarətə tabedir və dövlət tərəfindən tənzimlənir. Bələdiyyə qurumlarına məxsus müəssisələr də eyni yerli büdcədən maliyyələşir və onların aktivləri yerli əhəmiyyətli ictimai ehtiyacların qarşılanması üçün istifadə olunur. Belə müəssisələr balanslarında yerli torpaq sahələri, xidmət binaları və kommunal təchizat vasitələri kimi qeydlərə malik olur. Onların fəaliyyətində əsas məqsəd
mənfəət əldə etmək deyil, ictimai xidmət göstərməkdir. Xüsusi mülkiyyətə aid olan müəssisələrin balansları isə daha çevik və kommersiya yönümlü olur. Burada sahibkar və ya hüquqi şəxsin investisiyaları, dövriyyə vəsaitləri, gəlir və xərcləri balansda açıq şəkildə əks olunur. Bu müəssisələr öz iqtisadi maraqlarına uyğun olaraq qərar verir və riskləri öz üzərinə götürürlər. Belə müəssisələrin balanslarında mənfəət əsas göstəricilərdən biri hesab olunur. Mülkiyyətin qarışıq olduğu müəssisələrdə balans daha mürəkkəb xarakter daşıyır. Müxtəlif payçılar, dövlət, özəl sektor, yerli qurumlar və ya xarici investorlar eyni müəssisədə ortaq şəkildə iştirak edirlər. Belə müəssisələrin balanslarında hər bir tərəfin payı, kapitalla iştirakı, öhdəlikləri və gəlirləri ayrıca göstərilir. Bu birgə mülkiyyət hüququndan doğan maliyyə münasibətlərinin düzgün əks etdirilməsi üçün vacib hesab olunur. İctimai təşkilatların balansı isə əsasən qeyri-kommersiya yönümlüdür. Onların balanslarında əsas diqqət gəlirlərin mənbəyi və bu vəsaitlərin ictimai məqsədlər üçün istifadəsinə yönəlir. Bu cür təşkilatların əsas maliyyə mənbəyi ianələr, qrantlar, üzürlük haqları və könüllü ödənişlər hesab olunur. Balans bu vəsaitlərin şəffaf və səmərəli istifadəsini əks etdirməyə yönəldilir. Bütün bu mülkiyyət formaları üzrə balansların ortaq cəhəti ondan ibarətdir ki, onlar müəssisənin maddi və maliyyə vəziyyəti, maliyyə dayanıqlığı və gələcək fəaliyyət imkanları barədə obyektiv və tam məlumat təqdim etməlidir. Lakin mülkiyyət formasına görə yanaşmaların, tənzimləmələrin və uçot prinsiplərinin fərqlənməsi müəssisələrin fəaliyyətini və hesabatlıq mexanizmini əsaslı şəkildə dəyişir. Ümumiləşdirmə dərəcəsinə görə balansları belə təsnifləşdirmək olar. Vahid balans, icmal balans. Vahid balanslar bir təşkilatın yaxud onun struktur bölməsinin maliyyə vəziyyətini açıqlayan informasiyaları əks etdirir. İcmal balans ana və onun övlad müəssisələrinin aktivlərini və öhdəliklərini açıqlayan məlumatları ümumiləşdirir. Bu balanslara əsasən konsolidə edilmiş maliyyə hesabatları da aid edilir. Belə balanslar tərtib edildikdə həmin qrupun aktivlərinin, öhdəliklərinin, gəlir və xərclərinin analoji maddələrinə münasibətdə vahid uçot siyasətinə istinad edilir. Tərtib edilmə vaxtına görə balanslar belə fərqləndirilir. Giriş balansı, cari balanslar, sanir balanslar, ləğvetmə balansları, ayrılma balansları, birləşdirmə balansları, ilkin balanslar, cari balanslar, illik balanslar. İlkin balanslar hesabat ilinin əvvəlində tərtib edilir. Cari balanslar, cari hesabat dövrünə, başqa sözlə, təşkilatın maliyyə hesabatı tərtib edəcəyi dövrə görə tərtib edilir. Cari balanslar, uçot dövrünün prinsiplərinə uyğun olaraq hazırlanır. İlkin və son balanslar maliyyə ilinin əvvəlində və axırında işlənilir. Aralıq balanslar hesabat dövrünün əvvəli və axırı arasında dövrü əhatə edir. Azərbaycanda aralıq balanslar hər ay, habelə rüb və ya yarım il ilə görə tərtib oluna bilər. İllik balanslar müəssisə tərəfindən maliyyə ilinin sonunda hazırlanır. Sanir balanslara tələbat o zaman yaranır ki, müəssisə artıq müflisləşmə həddinə gəlib çatmışdır. Bu zaman müəssisə belə bir qərar qarşısında qalır. Ya müflisləşmə haqqında qərar verməklə müəssisəni ləğv etməli, ya da ödənişlərin vaxtında uzatmaq və yaxud vaxtını uzatmaq üçün kreditorları inandırmağa səy göstərməlidir. Sanir balansların tərtib olunması üçün hökmən müstəqil auditorlar cəlb olunmalıdır. Təqdim etmənin dövlüyünə görə balanslar aşağıdakı kimi fərqləndirilir. Giriş balansları, dövrü balanslar, son balanslar. Giriş balansları bilavasitə təşkilatın hüquqi status alması, başqa sözlə onun dövlət qeydiyyatı ilə əlaqədardır. Dövrü balanslar hər bir hesabat dövrü üzrə tərtib edilir.
ay, rüb, yarım il, 9 ay. Son balanslar hesabat dövrü başa çatdıqdan sonra təqdim olunur. Belə balanslar eyni zamanda növbəti hesabat ilinin giriş balansı hesab edilir. Buradan görünür ki, mühasibat uçotunun ən əsas prinsiplərindən biri müəssisənin fəaliyyət göstərməsinin fasiləsizliyi prinsipi özünü göstərir. Yenidən təşkil prosedurlarının növləri üzrə balanslar konkret təşkilatın həyat siklinə istinad edir. Bu sikl özündə qovuşmanı, birləşməni, ayrılmanı, bölüşdürməni və yenidən qurulmanı birləşdirir. Qeyd olunan prinsipdən asılı olaraq mühasibat balansının aşağıdakı növləri fərqləndirilir. Giriş balansları, ayrılma balansları, birləşdirmə balansları, ləğv etmə balansları. Giriş balansı özlüyündə təşkilatın fəaliyyətə başladığı tarixə malik olduğu aktivlərin, kapitalın və öhdəliklərin məzmununu əks etdirir. Ayrılma balansları əvvəllər fəaliyyət göstərən təşkilatın yenidən qurulması nəticəsində yaradılan təşkilatın əmlakını xarakterizə edir. Bu prosedurun yekunu olaraq əvvəllər fəaliyyət göstərən təşkilatın bazasında bir neçə yeni müəssisə yaradılır. Birləşdirmə balansları yenidən qurma yolu ilə qovuşan bir neçə təşkilatın əmlakını ümumiləşdirir. Ləğv etmə balansları özünün öhdəliklərini ödəyə bilməyən, müflisləşən təşkilatın əmlakından ibarətdir. Belə balanslar müəssisə ləğv edildikdə tərtib edilir. Quruluş formasına görə balanslar bir tərəfli balanslar və iki tərəfli balanslara bölünür. Bir tərəfli mühasibat balansları şaquli əlamət üzrə qurulur. Əvvəlcə balansın aktiv maddələri və bölmələri, daha sonra balansın kapital və öhdəlik maddələri və bölmələri göstərilir. İki tərəfli mühasibat balansları üfüqi əlamət üzrə səciyyələndirir. Bir xəttdə balansın aktivinin maddələri və bölmələri, eyni zamanda həmin xəttdə, lakin qarşıdakı tərəfdə balansın kapital və öhdəlik bölmələri və maddələri qeydə alınır. Tənzimlənmə dərəcəsinə görə balanslar, brutto balanslar, netto balanslar, reformasiya olunan balanslar, reformasiya olunmayan balanslara bölünür. Əvvəllər brutto balans dedikdə, bölüşdürülməmiş mənfəətin əks etdirildiyi balans başa düşülürdü. Bölüşdürülmüş mənfəət qeydə alınan balans isə netto balans hesab olunurdu. Daha sonralar təsnifatın yeni əlamətləri meydana gəldi. Reformasiya olunan balanslar, reformasiya olunmayan balanslar. Azərbaycanda reformasiya olunmayan balanslar tətbiq olunurdu. Başqa sözlə, hesabat ilinin sonunda mənfəət göstəricisi bölüşdürülmürdü və o növbəti hesabat dövrünün ilkin balansında göstərilmirdi. Uçotun müasir praktikası reformasiya olunan balanslara istinad edir. Konkret olaraq, hesabat dövrünün sonunda aşkara çıxarılan maliyyə nəticələri ilə son günün dövriyyəsi ilə bölüşdürülməmiş mənfəətə birləşdirilir. Bugün balans, brutto və balans netto anlayışları balansın nizamlayıcı və dəqiqləşdirici maddələri ilə əlaqələndirilir. Əsas maddələr mühasibat müşahidəsi obyektlərinin azalmayan göstəricilərini, nizamlayıcı maddələr isə əsas maddələrin qiymətləndirilməsinin kəmiyyətini onların qalıq dəyəri həcmində dəqiqləşdirir. Beləliklə, özündə nizamlayıcı balansları, maddələri birləşdirən mühasibat balansı, balans brutto, nizamlayıcı maddələrsiz balans isə balans netto adlanır. İqtisadi fəaliyyət növləri üzrə balanslar, nizamnaməli balanslar və nizamnaməsiz balanslara bölünür. Nizamnaməli mühasibat balansları təşkilatın nizamnaməsində qeyd olunan əsas fəaliyyəti üzrə maliyyə vəziyyətini açıqlayır. Nizamnaməsiz mühasibat balansları müvafiq hüquqi şəxsin sair fəaliyyət növləri üzrə informasiyaları təqdim edir. Xalq təsərrüfatının sahələri üzrə mühasibat balansları isə aşağıdakılara bölünür. 1. Sənaye müəssisələrinin balansları, kənd təsərrüfatı müəssisələrinin balansları, ticarət müəssisələrinin balansları, nəqliyyat təşkilatlarının balansları. Bundan başqa, mühasibat balansları tərtib edilmə üsullarına görə də fərqləndirilir. Onlara da dövriyyəli, sadə və şahmat formalı balanslar
aiddir. Bugünkü mövzumuz bu qədər. Sağ olun.